Qutay heyvani şayet hamilə bir növ qarsı olsunlar, binamı qarsı zigomiset. Qarsı zigomiset nə mənadır? Qarsı zigomiset bir növ qarsıdır ki, saprofitdir, yəni məvad alıdan təğziyə elək. Vaxtı bu qarc bizim qutay heyvanından intiqal tapıb ağacımızın rişəsinin dövrəsinə vurur zaman bu qarc rişənin dövrəsini əhatə edir. Düzdür, bu qarc kamilən bizələr və bir xətərdir həm heyvanata, həm insana. Amma təsiri mənfisi nə olur? Bu qarc gəlir bəd az ki rişənin dövrəsini əhatə elədi. Vurur zaman mane təğziyə rişəcək olur. Su qismə, həm su, həm məvad qəzai və der nəticə zaman getdikcə ağac bahis olur təzif olsun, bahis olur rüşdü kəm olsun, bahis olur rişəsinin rüşdü kəm olsun. Və ikinci təsiri mənfisi nə mənadır? İkinci təsiri mənfisi budur ki, qarçı zigomiset vaxtı görür ki, rişəmizin qismətində zəxm izad olubdur. Hala az təqə bizcəni ola bilər, ya qeyçi ilə ola bilər, hala hər nə əvamili. Az təriqi o zəxm varid rişə ciyah olur və çün rişə ciyah məvad alı məhsub olur biləsinə, kərbon məhsub olur biləsinə. Vaxtı bu az təriqi bu zəxm ilə varid olur, gəlir bu rişəni kullən aradan aparır. Şayət pusidiki gətiyə ya bemurur zaman ağaç quruya. Bir daha məhsul mərif eləyəcəm biləcək ki, der tuğlu bu neçə il bizim ustan Azərbaycanın şərqində, nə tənha bizim ustandə, tamami ustanlarımızda bu toprağımızda kəmbud var. O da nə mənadır? Kəmbud məvad alıb. Biz bu kəmbud məvad alını gəlmişik məhsulu binamı biokompost ki, içində ənva əqsam mikroorqanizmlər, az cümlə trikodermadır, basilusdur, az bir xidmət azotobakterdir, maykoriza'dır. Bu da heyvanı fəravərlik eləyəndən sonra teyib bir daha formulasyon. Bu məhsulun içində biz bunu caguzarlıq eləmişik. Ba təvəccüh beyin ki, bizim məntəqədə ənva əqsam sumum şimyai işlənir və mütəəssüfanə əslən təvəccüh be toprağın məvad alısına olmur. Bizim kərbonumuz der həddinin ya 75% görsənir. Bəli, biz bu biokompostu da gəlmişik məvad alını dərsədin yetirmişik 20%. Yəni bir iştəri məvad alı ki, siz elə biləsiniz, bir dənə kompostdan intizarınız olsun.